Mədə xərçənginə tutulanların 5 ortaq xüsusiyyəti aşkarlanıb. Mədə xərçəngi dünyada geniş yayılmış, lakin çox vaxt gec mərhələdə aşkarlanan xəstəliklərdən biridir. Sağlamaz xəbər verir ki, 3000-dən çox xəstə üzərində aparılan araşdırma bu xəstəliyin riskini artıran 5 əsas ortaq xüsusiyyət ortaya çıxarıb. Birinci faktor yüksək duzlu qidaların çox istifadəsidir. Turşu, konservləşdirilmiş və ədviyyatlı məhsullar mədənin selikli qişasını zədələyərək risk yaradır. İkinci faktor Helikobakter pylori bakteriyasıdır. Bu infeksiya uzun müddət müalicə olunmadıqda mədədə xroniki iltihaba və hüceyrə dəyişikliklərinə səbəb olur. Üçüncü faktor nizamsız qidalanma rejimidir. Yeməklərin buraxılması və qeyri-sabit qidalanma mədənin normal funksiyasını zəiflədir. Dördüncü faktor siqaret və spirtli içki istifadəsidir. Bu vərdişlər mədə toxumalarına ciddi zərər verərək xərçəng riskini artırır. Beşinci faktor isə xroniki mədə xəstəlikləridir. Qastrit və xora kimi uzunmüddətli problemlər nəzarətsiz qaldıqda daha ciddi fəsadlara yol aça bilər. Mütəxəssislər bildirirlər ki, sağlam həyat tərzi və vaxtında həkimə müraciət bu riskləri əhəmiyyətli dərəcədə azalda bilər. Bizə dəstək olmaq üçün videolarımızı bəyənməyi, rəy yazmağı və kanalımıza abunə olmağı unutmayın.